Tataristan paytaxtında 17-ci Kazan Beynəlxalq İqtisadiyyat Forumu işə başlayıb. Kazan Expo sərgi mərkəzində forum çərçivəsində 150-yə yaxın tədbirin keçirilməsi planlaşdırılır. Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik etdiyi nümayəndə heyətinin, eləcə də müxtəlif nazirliklər və qurumların təmsil olunduğu forumdan Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov xəbər verir. 17-ci Kazan Beynəlxalq İqtisadiyyat Forumu ötən illərdəkindən fərqli olaraq Yaxın Şərqdəki son dərəcə gərgin vəziyyət fonunda keçirilir. Rusiyanın İslam dünyası, xüsusilə də Ərəb ölkələri ilə ticarət iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə həsr olunan bu platforma bu il Yaxın Şərqdəki münaqişə səbəbindən iştirakçı ölkə etkisi ilə üz-üzə qalıb. Forumun təşkilatçısı olan qurum Tatarstanın İnvestisiya İnkişafı Agentliyi Yaxın Şərq münaqişəsinin Kazan Forumunun iştirakçı tərkibinə müəyyən təsir göstərdiyini etiraf edib. Agentliyin rəhbəri Taliya Menullina keçən ilin sonunda iştiraklarını təsdiqləyən bəzi ölkələrin nümayəndələrinin Kazan Forumunda iştirak edə bilməyəcəklərini açıqlayıb. Onun sözlərinə görə forum çərçivəsində keçirilən sərgidə İranın ölkə stendinin təqdimatı ləğv edilib. Qətər isə Yaxın Şərqdəki münaqişəyə görə forumda iştirakdan imtina edib. Bununla belə təşkilatçılar bu ilki forumda rekord sayda 103 ölkədən nümayəndənin iştirak etdiyini bildirirlər. Açıqlanan məlumata görə ən çox nümayəndə heyəti türk dilli ölkələr Azərbaycan, Türkmənistan, Özbəkistan, eləcə də Türkiyədən gəlib. Azərbaycanlılar və tatarlar qardaş xalqlardır. Bu forumda qardaş xalqları görmək çox xoşdur. O ki qaldı Yaxın Şərqdə baş verənlərə, əlbəttə ki bu İslam dünyası üçün, bütövlükdə bəşəriyyət üçün böyük faciədir və bu bizi İslam dünyasının bir parçası kimi kədərləndirir. Rusiya İslam Dünyası sərgisi forumun mərkəzi məkanı hesab olunur. Burada investisiya və infrastruktur layihələri, beynəlxalq stendlər, həmçinin İslam maliyyəsi və maşınqayırma sahəsində təşəbbüslər təqdim olunur. Azərbaycan da sərgidə təmsil olunur. Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan stendi ilə tanış olur. Gördüyünüz kimi stend milli üslubda tərtib edilmişdir və məqsədimiz həmçinin də bizim milli motivləri təbliğ etməkdir. Şəbəkə motivləri olsun, xalça nümunələri olsun. Həmçinin də Made in Azərbaycan əmtəsi stenddə geniş təbliğ olunur. Qeyd etmək istəyirəm ki, stenddə 11 dənə şirkət iştirak edir və iştirakçılar sırasında təbii meyvələr, qurudulmuş meyvələr, çərəzlər, fındıq, zəfəran məhsulu, eyni zamanda konservləşdirilmiş məhsullar, qənnadı məhsullar nümayiş olunur. Forum öz işini plenar iclasla davam etdirib. Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev iclasda çıxış edib. Fərid Əkbərov, İTV Xəbər, Kazan.